Mən Elbəy Kərimlinin dəhşətli ölümündən başlamaq istəyirəm, çünki həqiqətən də qan donduran bir xəbərdir. Mən biraz axtarış apardım. Həqiqətən də kimsəsiz, cavan, nə bilim, belə də bir gənc həyat və heç deyir Stalin sözlərini yazmaq istəyirdi, tutub aparıblar və heç nə və çox qəribəsi də ki, izləyicilərimiz yazır ki, fikir verdiniz kimi dekabr ayının 12-sində. Gəlin əvvəlcə başlayaq Elbəy Kərimlinin ölümü haqqında nə məlumdur? Həqiqətən dəhşətli xəbərdir. Mənim üçün 2 qat, çünki onun haqqında onun haqqında mən çox danışmışam da, yazmışam da. Yəni onu necə deyirlər ki, mən yaxşı tanıyırdım, bilirdim və belə xəbər eşidəndə əlbəttə ki, bu şəxsən mənə təsir, ümumiyyətlə mənə bütün ölüm xəbərləri təsir edir, bu siyasi məhbuslarla. Amma sən haçan tanıyırsan, yaxud işin içindəsən, xəbəri çoxdur, bu sənə daha çox təsir edir. Həqiqətən cavan oğlandı. Allah rəhmət eləsin. Onu hətta o axı faktiki olaraq o nənə ilə yaşayırdı. Anası çoxdan rəhmətə getdi, atası yox idi. O tək idi faktiki olaraq. Çox belə ürəyi açıq, təmiz bir gənc idi. Mən belə deyərdim ki, hətta bax Azərbaycanın gələcəyi məhz belə gənclərlə, mənim şəxsən mənim ümidlərim belə gənclərlə. Kimin ürəkləri təmiz, saf, kim həqiqətən istəyir ki, Azərbaycanda hər şey ədalətli olsun, yaxşı olsun. Yəni, bilirsiniz, axı gənclər yalana daha sərt reaksiya verirlər, yanaşırlar. Bu həmişə belə idi, tək bizdə yox, ümumiyyətlə dünyada həmişə ilk növbədə gənclər hakimiyyətin yalana ayrıca yanaşırlar. Misal üçün, yaşlı nəsil artıq hesab edir ki, bizdə nə asılıdır? Susmalıyıq. Hətta bizdə belə bir nəsə olanıdır ki, başını sal aşağı fikir vermə, səndən asılı deyil, bu sən nə edə bilərsən. Gənclərdə belə fikirlər demək olar ki, yoxdur. Onlar ayrıca yanaşırlar, onlar hesab edir ki, bu bizim vətənimizdir, doğma yurdumuzdur və əlbəttə ki, negativ hallara fərq etmir, söhbət nədən gedir? Rüşvətxor məmurlardan, yoxud hakimiyyətin siyasətindən, onların reaksiyası fərqlidir, onlar ayrıca yanaşırlar. Və belə xəbərləri eşidəndə mən başa düşürəm ki, bax, bizim xalqın gələcəyi öldürürlər, faktiki. Onu isə öldürüblər. Bu dəqiqdir, çünki mən bu məsələni də əlbəttə ki, öyrənmişim ki, bu necə oldu ki? Bilirsiniz, burada rəsmi versiya ki, güya intihar edib, bu hamısı yalandır. İntihar zadı yox idi. Onu da deyim ki, bu tək birinci dəfə deyil. Bu demək olar ki, qisasdır. Özdə qisas konkret bir tərəfdən, yəni İlham Əliyev tərəfindən. Çünki yadınızdadır, 2016-cı il mayın 10-da Heydər Əliyevin deməli o postament deyirlər, yəni heykəldə, orada onun üzərində qrafiti yazan 2 gənc. Yadınızdadır, Qiyas İbrahim, bir də Bayram Məmmədov. Bəli. Yadınızdadır. Bəli. Bayram Məmmədov Türkiyədə haçanı o müəmmalı şəkildə faktiki öldürdülər onu. Yenə də mayın deməli, mayın 5-də 2021-ci ildə. Sonra deməli Elbəyi bu yazıb Stalin Heydər Əliyev postantında, yəni heykəldə dekabrın 12-sində o da dekabrda yazıb, onun ölümü məhz Heydər Əliyevin ölüm ayıdır, o ölüm günüdür, yəni anım günüdür. Dekabrın 12-si. Hə, yəni məndə olan məlumatına görə onu faktiki olaraq, yəni əvvəl ümumiyyətlə ona təzyiqlər həmişə idi, həbsxanada, həmişə idi. Ya təklif edirlər ki, bəs sən cəbhədən çıxmalısan, Əli Kərimlə qarşı lazımi ifadələr verməlisən. O isə imtina edirdi, onu əlbəttə ki, vəhşicəsinə döyürdülər, yəni işgəncələrə o məruz qalırdı, ölmürdü.
və bu dekabrın 12-sində onu vəhşicə döyüblər, o öldü. Daha doğrusu onu öldürdülər. Yəni bu intihar məsələsi deyil, bu yalandır. Bu rəsmi versiyadır. Halbuki əslində onu öldürüblər. Bu belədir. Onu öldürüblər. Ayrı bir ad, yəni bu qətldir. Bu intihar deyil, bu qətldir. Onu öldürüblər. Məhz bu Stalin yazısına görə və məhz Heydər Əliyevin ölüm günündə. Bu ayrı bir fikirlər, o da rəsmi, güya hamısı bu boş deyil. Ümumiyyətlə, mən özüm də olmuşam həbsxanada. Kim həbsxanada olur, o gözəl bilir ki, orada hər şey nəzarət altındadır. Baxırlar, izləyirlər. Orada mümkün, o da intihar etmək üçün bilirsiniz, faktiki olaraq imkan yoxdur belə. Baxırlar, nəzarətçilər axı orada hər deməli kameranın orada balaca belə biz fortuçka deyirdik. Yəni o baxmaq üçün baxırdılar, qulaq asırdılar, imkan vardı. Ona görə bu intihar məsələsidir. Özü də deməli həbsxanadan gələn məlumat göstərir ki, bu gənc çətin mənim üçün belə. Elbəy kimi. Yəni Yox, sizcə intihar olmayıb, özünü öldürmə. yox, intihar Bilirsiniz, mən hamısı yalandır, hamısı yalandır, borcdur. Onu öldürüblər. Onu öldürüblər. mən Döyüblər və dünyasını dəyişiblər. dəhşət. Mən onu Dəhşət, tanıyanlarla söhbət etmək imkanım olub. Yəni adam həqiqətən də həbsdən çıxmasını gözləyirdi. əlbəttə, əlbəttə. Planlar qururdu. Yəni çox dəhşətli bir gənc həyat. Bilirsiniz, mən siz danışırsınız bir şey ağlımdan keçir. Yəni bilmirəm biz bunların tarixlərə nə qədər kökləndiyinin fərqindəyik. Yəni bunlar üçün hər şey tarix ətrafındadır. Və bu avtoritarlara xas bir keyfiyyətdir. Məsələn, 22-22-22 Moskvaya gedib müqavilə imzalamaq və s. və axır. Yəni tutaq ki, itələnək ondan ki, məsələn, tutaq ki, bunu etməyiblər. Tutaq ki, siyasi sifariş olmayıb ki, hamı qorxsun, heç kəs Heydər Əliyev haqqında pis söz deməsin, həqiqətləri üzə çıxartmasın. Tutaq ki, belə bir şey olmayıb. Tutaq ki, bu öz fəaliyyət olub, yaxud həqiqətən də intihar edib. Nə edər belə olan halda hakimiyyət? Yəni araşdırmaq üçün, istintaq üçün, məsuliyyət daşıyanları cəzalandırmaq üçün, yəni nə sizi inandırar ki, yox, deyəsən bunlar özləri etməyiblər? Bilirsiniz, normal sivil ölkədə belə bir hadisədən sonra müstəqil komissiya yaradılır. Çünki hamı başa düşür ki, hətta inandıram sizə, belə tipli intiharlar bütün ölkələrdə ola bilər. Bu, mən deməz ki, burada bir şey. Amma adətən həmişə komissiya yaradılır. O cümlədə bu müstəqil olmalıdır. Çünki hamı başa düşür ki, həbsxananın rəisləri, rəhbərləri, onlar hər şeyə örtbasıq edəcəklər. Ona görə müstəqil komissiya yaradılır. Komissiyanın orada deməli üzvləri jurnalistlər də olur, ekspertlər də olur. Sonra üstəlik hər şey edirlər ki, həbsxananın rəhbərliyi bu uzaqlaşdırma, yəni o komissiyanın işin dövründə biraz uzaqlaşmalıdır. Yəni o biraz təsir etməlidir. Bax, şəxsən məni, əgər Azərbaycandan söhbət gedirsə, əlbəttə belə komissiya olmalıdır. Bizdə komissiya müstəqil jurnalist. Düzdür, burada bir şey var. Azərbaycanda bir gün müstəqil jurnalist zatı yoxdur. Müstəqil QHT-lərin nümayəndələri yoxdur faktiki olaraq. Onlar əlbəttə ki, hakimiyyətin sözü, yəni olanlar hakimiyyətin sözü ilə oturub dururlar. Ona görə mən inanmıram. Mən yalnız onu deyə bilərəm ki, baxın, qonşu diktator ölkələri götürək. Faktiki olaraq bu dəhşətli xəbərlə bir gün, faktiki eyni gün biz eşitmişik, bizə xəbər gəldi ki, Belarusiyanın diktatoru Lukashenko 123 siyasi məhbusları azadlığa buraxıb. Yəni orada diktator azadlığa buraxıb siyasi məhbusları, bizdə isə öldürürlər. Bax, fərq budur. Çünki burada bir şey var, o da acı həqiqətdir.
və həmişə misal üçün burada xaricdə, Avropada yaxud beynəlxalq tədbirlərdə çıxış edəndə həmişə dedim ki, müqayisə edim ki, İlham Əliyevlə Lukashenko arasında fərq bilirsiniz deyirəm həmişə, fərq nədən ibarətdir? İkisi də diktatorlar. İkisi də faktiki olaraq hər şey, yəni o bespredellə məşğullar, ruslar demişkən. Amma Lukashenko'nun nefti, qazı yoxdur. Bunun isə var. Ona görə Avropa və indi isə Amerika daha çox, əlbəttə ki, çox şeyə örtbaslıq edirlər. İlham Əliyev bunu əlbəttə ki, ustalıqla istifadə edir. Lukashenko isə onda yoxdur neft, qaz, o məcburdur. Al-ver aparsın və bu səviyyəni nəsə edir və azadlığa buraxır. Bizdə isə bu neft, qaz, biz vaxt vardı, Azərbaycanda yazıdadır, təzə-təzə müstəqil olanda biz sevinirdik ki, mən yox, mən çünki bilirəm ki, tarix var. Amma bizdə çoxları sevinirdilər ki, bax, bizim neftimiz var, bizim qazımız var, biz yaxşı yaşayacağıq. Heç kim fikirləşmirdi ki, bu neft, qaz əslində gedəcək bir ailənin cibinə. Heydar Əliyev gəldi, onun dövrünə partladı hamısı. Ki, hamısı boş şeydir. Nə olsun ki, Azərbaycanın nefti və qazı var. Elə bir Azərbaycanlılar varlanırlar, yaxşı yaşayırlar. Əksinə, 2 milyondan 3 milyon, yəni dəqiq biz bilmirik, bu rəqəmlər gizli xarakter daşıyır. Amma hardasa 3 tövlükdə 3 milyona yaxın Azərbaycanlı, 10 milyon Azərbaycanlılardan 3 milyon ölkəni tərk edib. 2 milyon minimum 2 milyon Rusiyada işsizliklə bağlı. Əgər Azərbaycanda hər şey yaxşıdır, onlar niyə ölkəni tərk edirlər? Niyə biz bir çox xalqlardan fərqli olaraq, misal üçün Yahudilərdən, Ermənilərdən, digərlərdən, biz diaspor xalq deyilik. Bizim üçün xaricdə yaşamaq çətindir. Biz öyrəşmiş ki, doğma vətənimizdə olmalıyıq. Niyə? İnsanlar ölkəni tərk edir. Yaxşı, siyasi deməli mühacirlər orada hələ başa düşmək olar ki, məcburdurlar da, bu siyasi oponentlərdir. Amma əksəriyyəti axı işsizliklə bağlı ölkəni tərk ediblər. Deməli, ölkəmizdə hər şey yaxşı deyil. Deməli, varlı ölkə ola-ola, neftimiz var, qazımız var. Qonşu ölkələrə baxın, qonşulara baxın, Ermənistana. Baxın, orada minimum haqqı nə qədərdir? O qədər müəllimlər, mühəndislər, insanlar nə qədər onlar alırlar, maaşları alırlar, pensiya nə qədərdir? Uzan Ermənistanda müharibədə vuruşan daha çox qazanır. Nəyə ki, Azərbaycan? Hələ mən demirəm ki, bizdə bax, intihardan danışıq nə qədər, səhv etməsə 100-dən çox, mən indi dəqiq rəqəm yadımda deyil, amma 100-dən çox qazilər onlar intihar etdirir. Ermənistanda belə şeylər yoxdur. Orada amma qaz, neft yoxdur. Bizdə isə var, amma bir ailənin cibinə gedir. Ona görə bax, Belarusiya müqayisə edəndə, Belarusiya bax, hələ bu 123 bu birinci partiyadır. İndi deyirlər ki, bundan sonra yenə də azadlığa buraxacaq, hələ ki, buraxıblar ən belə məşhur siyasi məhbusları, Ales Bilyatski, bu Nobel mükafatının laureatidir, Mariya Kolesnikova, digərləri. Amma orada xeyli insanlar, yəni ikinci partiya, sonra üçüncü olur. Hətta belə bir rəqəm mən oxumuşam ki, 1000-ə yaxın adam yaxın vaxtlarda Belarusiyada Lukashenko buraxacaq. Azərbaycanda isə siyasi məhbusların sayı nəinki azalmır. Azalırsa, haçan nəsə öldürürlər. Belə isə rəqəm yalnız qalxır. Yalnız qalxır. Yalnız yeni həbslər, yeni işgəncələr haqqında məlumatlar alırıq və ölüm haqqında. Hələ bu, baxın, bu Elbəy Kərimli ilə bağlı burada rezonans var, yəni buna reaksiya olur. Yəni cəmiyyətdə vaxtda yazılır. Bilirsiniz, nə qədər həbsxanalarda işgəncələrlə bağlı orada belə tipli məlumatlar bizə alır. Orta hesabla hər il Azərbaycanda həbsxanalarda 10-a yaxın məhkumlar, deməli, onları öldürürlər bax, bu işgəncələr nəticəsində. 10-a yaxın orta, çünki orada bəzən olur 8, 9, 11, 12, amma orta bu statistikanı biz aparırıq, hər il axı biz baxırıq, məlumatları alırıq həbsxanalardan. Bu işgəncələrlə bağlı bizim misal üçün bizim institutun saytında xüsusi orada bölmə var. Biz qeyd edirik ki, orta, deməli, rəqəm götürsək, hər il Azərbaycanda 10-a yaxın məhkum öldürülür işgəncələr nəticəsində. Amma heç kim o hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmur.
Çünki 2 dəfə, bir dəfə yox, 2 dəfə İlham Əliyev ölkənin prezidenti, konstitusiyanın qarantı 2 dəfə 2007-ci il iyulun 2-sində, o polis günüdür bizdə və 6 ildən sonra 13-cü ildə yenə də polis günündə o 2 dəfə dedi ki, hə, mənə təzyiqlər ediblər ki, mən sizi, yəni bu işgəncələrlə məşğul olan polisləri cəzalandırırım, amma arxayın olun. Mən prezident olan heç nə olmayacaq və əksinə fikir verib, bax, bu dəhşətli xəbərlə yanaşı biz nə daha eşitmişik. Bəs daxili qoşunlar indi birbaşa prezidentə tabe olacaq. Daha doğrusu olub. Bu nə deməkdir ki? Deməli ki, sabah Azərbaycanda etiraz aksiyaları başlasa, artıq daxili işlər, onsuz da daxili işlər heç bir, yəni əlbəttə tabe olacaq, prezidentin əmrləri göstərişlə hər şey edəcək, amma bu daxili qoşunlar konkret prezidentin əmrini yetirəcəklər, yəni xalqa qarşı. Bax, budur Azərbaycanın bugün reallığı. Yəni sanki belə deyək də, ən pis ssenariləri özlərinə hazırlayırlar. Yəni nəsə bizim ya Hazırlıqdakı bunlarda etiraz aksiyaları, hə, etiraz aksiyaları olmalıdır, çünki gec-tez bu olacaq. Bilirsiniz, vaxt vardı, bizi birləşdirən ideyalar olurdu. Ən böyük birləşdirən ideya, bax, bu Qarabağ məsələsidir. Qarabağ çoxdan qaytarılıb və bu birləşdirən, milləti birləşdirən və bu, deməli, ideya ilə bağlı təbliğat daha bir gün rol oynamır. Azərbaycanda sosial-iqtisadi vəziyyət pisləşir. Neftin, qazı qiyməti, dünya qiymətləri düşür aşağı. Sabah daha da düşəcək, yəni bu proses gedəcək. Deməli, etirazlar olacaq. Deməli, sosial partizasiya olacaq, mütləq olacaq. Bax, onun üçün bax, belə adımlar atılır ki, o gün, X günü deyilir də, X günü olanda, yəni partlayış, etiraz aktlar, onda həm polislə yanaşı, bax, bu daxili qoşunlar, onlar vətəndaşlara qarşı lazımı, hakimiyyət üçün lazımı tədbirlər. Yəni, döyəcəklər, işgəncə verəcəklər, öldürəcəklər, rahat və deməyəcəklər. mən dünən biraz araşdırma aparmışdım. Yəni hansı ölkələrdə belə təcrübə var və mənim rastıma çıxan daha çox Rusiya oldu ki, Rosqvardiyanın yaradılması və orada maraqlı bir cəhət də var ki, Rosqvardiya və onun nizamnaməsində də yazılıb ki, həm ayrı-ayrı obyektləri, həm də ayrı-ayrı şəxsləri müdafiə etmək üçün səfərbər oluna bilər. Kimdir bu ayrı-ayrı şəxslər? Biz təxmin eləyə bilərik. Yəni Rosqvardiyanın məsəl üçün hərçənd ki, prezidentləri müdafiə etmək üçün onun təhlükəsizlik xidməti var, daxili işlər var. Yəni sanki belə deyək də ən ifrat ssenariləri özlərini hazırlayırlar ki, bu da əldən getsə. Yəni bir vahimə Rusiya isə bizim üçün həmişə nümunədir. Yəni hakimiyyət üçün həmişə nümunə idi. Mən həmişə Rusiyaya baxıram. Məsəl üçün orada hansısa bir qanun qəbul edəndə yaxud nəsə edəndə mən bilirəm ki, bir müddətdən sonra bizdə də bu olacaq. Rusiya nümunədir. Sadəcə adlar biraz dəyişdirilir. Orada Rosqvardiya olacaq, bizdə biraz ayrı şey olacaq. Amma eyni ssenari. Çünki eyni şuurlu diktatorlar həm Rusiyada Putin, həm burada Azərbaycanda Əliyev. Ayrı bir variant olacaq. Bəli. Və bilmirəm, əslində mən düşünürəm, hər halda Putin Kreml Rosqvardiyanı həm də Ukraynada işğal olmuş əraziləri əldə saxlamaq üçün də istifadə edir. Bu da var. Yəni bu sizə ağla batan gəlirmi ki? Yox, bu belə deyil. Əslində iş onda yox, sadəcə olaraq burada indi Ruslar Ukraynada o qədər itkilərə məruz qaldılar ki, məcburdular istifadə etməyə, o cümlədən Rosqvardiyasından. Amma Rosqvardiya əsasən hakimiyyəti qoruyan bir hərbi bir qurumdur. Onun konkret nizamnamədə də var, həm konkret məqsəd bu hakimiyyəti, yəni Putin və onun orada konkret açıqca elə ki, şəxslərdən Putin, onun ailə üzvləri, ona yaxın olan şəxslər onları qorumaq üçün. Sadəcə olaraq Ukraynada itkilər elə böyükdür ki, hər kəsi istəyir, hər şey faktiki olaraq demək. Bütün hərbi qoşunlarla bağlı, yəni kim hərbisi olur, onu göndərir. Həbsxanalardan insanları götürürlər. Yəni
çatışmır. Rusya'da ne olsun ki Rusya büyüktür, ne olsun ki orada ahali büyüktür ama yenə deyirəm ki, bu Rosgvardiyanın bir nömrə məqsədi hakimiyyəti qorumaq. Biz elə hakimiyyəti qorumaqdan danışmışkən, bu gün yeri gəlmişkən bir məqam da diqqətimi cəlb etdi ki, yəni İlham Əliyevin medallarla təltif etdiyi şəxslər arasında Daxili İşlər Nazirliyinin rəhbərliyinin olmaması. Məsələn, əgər biz bir müqayisə aparsaq, bu günlərdə də, məsələn, Gömrük günü və s. ən çox, yəni hamıya medallar verib təkcə Daxili İşlər Nazirliyindən başqa, məsələn, yəni bilmirəm, bu da Daxili İşlər Nazirliyinin işindən narazıdırmı, yoxsa doğrudan da hansısa bir inamsızlıq mı var? Amma digər tərəfdən biz daxili qaşınların əmək haqqı, digər təminatı da yüksək səviyyədə görünür bundan sonra təmin olunacaq. Çünki 2025-ci ildə ümumiyyətlə hüquq mühafizə büdcəsi Azərbaycanda 2 milyard 311 milyon manat olub. Yəni bunlar bunu artıra gedirlər. Və eyni zamanda nə bilim pensiya, gəlir artmır, amma gördüyünüz kimi hakimiyyəti qoruyan strukturların isə xərclərini daha da artırırlar. Mən başqa bir məqama da toxunmaq istəyirəm bu Elbəy kəlimi ilə bağlı. Yəni aydındır ki, həm də bir cəmiyyətə ismarıcıdır. Əlbəttə, Yəni cəmiyyəti qapatmaq, tənqidi susturmaq qorxutmaq, ki, siz əgər bizim bütlərə hücum edəcəksinizsə, bütlər haqqında həqiqətləri deyəcəksinizsə, sizə Elbəy Kərimlini yaxud Bayram Məmmədovun taleyi gözləyə bilər. Nə üçün bunlara bu qədər vacibdir, bax bu bütü qoruyub saxlamaq? bəzən tarixdə diktator rejimlərin bilirsiniz, yalnız onlara aid bir üsullar da var. Yəni onların vəziyyəti formal olaraq kənardan müşahidə edəndə hər şey güya yaxşıdır ölkədə, amma ölkədə yaşayan insanlarla danışanda başa düşürsə ki, vəziyyət yaxşı deyil və onlar bax bu diktatorun, yəni hakimiyyəti itirən diktatorların onların son addımlar məhz belə xarakter daşıyır. Yəni öz əhaliyə qarşı qəddarlıq, repressiya siyasəti aparırlar, daha da güclənirdi. Çünki qorxurlar və hiss edirlər ki, sabah nəsə ola bilər. Amma bunu buna qarşı əvvəlcədən deməli, lazımi tədbirlər aparmaq lazımdır ki, əhali tam şəklində qorxsun və heç nədən fikirləşməsin. Yəni İlham Əliyev başa düşür ki, gec-tez, yəni biri var təbliğat maşını. Yəni, təbliğat maşını hər gün deyir ki, ölkədə hər şey əladır, əhali narazı deyil, hamı əksinə, yəni ona alternativa yoxdur. Əgər alternativa yoxdur, əgər hər şey onun xeyrinədir, yəni İlham Əliyev xeyrinədir, yəni o heç nədən və heç birindən qorxmur, onda niyə görə belə özünü aparır? Deməli, əslində, yəni bu addımlar, bu siyasət özü göstərir ki, o qorxur. O qorxur. Çünki qorxmayan şəxs belə şeylər eləmir. O rahat özünü aparır. Ölkə daxilində oponentlər yoxdur. Deməli, ölkə daxilində var belə adamlar. Ola bilsin ki, onlar, yəni bilirsiniz, bəzən biz nəyə fikir veririk ki, rəsmi qurum, rəsmi ad. Hansısa bir partiyanın sədri, bu var ya yoxdur. Amma əgər biz baxsaq, digər ölkələrə, harada o diktator rejimlər vardı, onlara qarşı üsyan olub, yaxud sosial partlayış, orada da eyni bir mənzərə idi. Hər şey normal idi, amma birdən partlayış. Məlum olurdu sonra ki, bəs bu belədir, narazılıq vardı. Rəsmi partiyalar əslində rəsmidir. Partlayış həmişə o qeyri-rəsmi struktural yaxud insanlarla bağlıdır. Yəni, söhbət edir ki, narazı təbəqə varsa, Azərbaycanda isə əlbəttə var. Əgər işsizlik varsa, insanlar ölkəni tərk edir, deməli, hər şey yaxşı deyil. Yəni, ölkə daxilində bax, bu işsizliklə, sosial problemlərlə bağlı xeyli narazılıq var. Amma
hakimiyyətin artıq pulları yoxdur. Pulları yoxdur. Hətta bu Ramiz Mehdi'yi götürün. Orada söhbət əslində nədən gedir? Ramiz Mehdi, bütün firmalı kampaniya hamısını bir-bir götürürlər. Onun ətrafındakılar hamısı yığışdırıb alacaqlar. Çünki bu da puldur. Büdcətdə, yəni daha doğrusu büdcətə yox, bu hakim ailə cibinə yeni bir pullar lazımdır, əmlak lazımdır. Ölkədə indi vəziyyət o qədər yaxşı. Bir tərəfdən deməli, hüquq mühafizə orqanları yaxşı maaşlar, yaxşı pullar lazımdır. Amma pullar hardan götürəcəklər? Əgər neftin, qazın qiyməti düşür aşağı, əgər çox şey sənə çatmır, xam elə bir cibinə heç vaxt vermir ancaq. Dövlət büdcətini götürməlidir. Dövlət büdcətində isə o qədər pul yoxdur. Bu var. Yəni bir tərəfdən mən inanmıram tutam ki, konkret Daxili İşlər Naziri rəhbərliyi ilə bağlı o etim masasına yox, inanmıram. Sadəcə onlara yaxşı sən maddi yardım etməlidir hakimiyyət ki, onlar o iş günü hakimiyyəti qorumaq lazımdır, qorusunlar. Çünki yadınızdadır 2003-cü il o vaxt cəmaət küçələrə çıxıb. Mən yadımdadır, o vaxt Ramil Usubov dedi ki, küçəyə 100 minə yaxın o adam olsaydı, mən müdafiə etməzdim küçələrə. Yəni, mən hakimiyyəti qorumadım. Yəni, bir nazir kimi. Müdafiə naziri o vaxtda da demişdi ki, onlar baxırdılar. Nə qədər insan çıxacaq ki. Yəni, əgər bugün Daxili İşlər Naziri tutalım ki, yaxud digər mühafizə orqanı, yəni hüquq mühafizə orqanı rəhbərləri, onlar səhərdən axşama kimi Sami Əliyevə dua edirlər, deyirlər ki, biz yardım edəcəyik. O deməkdir ki, lazım gündə, yəni haçan bu proseslər başlasa, onlar həqiqətən müdafiə edəcək. Yox. Onlar öz gücünü zəiflərə qarşı göstərirlər. Güclə rastlaşanda bu hüquq mühafizə orqanlar onlar çəkiləcək kənara. Hətta baxacaqlar. Ona görə, bax, bugün Azərbaycanda hələ ki müqavimət yoxdur. Polis bunu istifadə edir. Rahat bilirlər ki, müqavimət, amma sabah müqavimətlə üzləşsələr, hələ məlum deyil. Polis bu hakimiyyəti qoruyacaq, müdafiə edəcək, ya yox. Söhbət bundan gedir. Ona görə bunlar indi pul çatıb rahat. Pul tələb edilir oldu. Mən biraz fikrimi doğru ifadə etmədim. Yəni medal vermək, mən rütbə baxımından nəzərdə tuturam. Məsələn, bayram günlərində həm də siyahılar dərc olunur, general rütbəsi verilir. Məsələn, 2021-ci ildən bu yana Daxili İşlər Nazirliyindən heç kəsə general rütbəsi verilməyib. Yəni bu da maraqlıdır. Amma ümumən vahimədən danışanda, yəni bunlar izləyirlər başqa ölkələrdə. Z Generation necə küçələrə çıxır, necə polisi çaya atır, biz bunu dəfələrlə görürük. Yaxud necə polis xalqın tərəfinə keçir, necə xalqın tərəfinə hatta keçir. O polislər ki, dünən hakimiyyəti qoruyurdular. Bəli. Söhbət buna gəlir. Dünən hakimiyyəti qoruyan polis birdən keçir o tərəfə, xalqın tərəfinə. Bəli. Niyə? Çünki görür ki, xalq ayağa qalxıb, müqavimət göstərir, qorxmur. Onda polis, onlar da başa düşürlər ki, vəziyyət dəyişir və bu hakimiyyəti niyə mən qorumalıyam? Niyə mən əziyyət çəkməliyəm? Keçirlər bu tərəfə. Söhbət bundan gedir. Yəni görünür odur ki, görsənən odur ki, sanki bütün bunları göz önünə alırlar ki, yaxşı, bu polis indi güclüdür, indi resursu var və s. amma bir var bir şəhərdə adam xalqa qalacaq, bir də ki, bütün bölgələri bölgə bilər. Necə ki, bunlar nə bilim Bangladeşdə görürlər, digər ölkələrdə, yəni bir-birinin ardınca Z Generation nəslin keçirdiyi etirazları izləyirlər. Əminəm ki, ev tapşırıqlarını edirlər və ona görə də ciddi surətdə bu hakimiyyəti qorumaq üçün hansısa əlahiddə resurslara malik olan bir qüvvəyə ehtiyacı var. Doğrudur, bizə bunu belə təqdim etmirlər. Bizə deyirlər ki, yeni təhlükəsizlik situasiyasıdır, nə bilim, köhnəlik qanun. Məncə hətta özləri də inanmırlar. Bax, misal üçün quru sərhədlərin bağlanması ilə bağlı o rəsmi versiya ki verirlər, özləri də inanmırlar. Özləri də başa düşürlər ki, bu hamısı bu boş şeydir, quru sərhədlərin bağlanması. Eləcə də digər məsələlərlə bağlı. Haçan misal üçün o daxili qoşullar məsələsi ilə o izahat ki verilir, o qeyri-ciddi xarakter daşıyır. Özləri də başa düşür ki, hamısı yalandır. Daxili qoşunlar
ona görə tabe olunur ki, bəs İlham Hı. Əliyev həqiqətən biraz qorxur, vəziyyət o qədər də yaxşı deyil. Nə olsun ki, təbliğat belə aparır. Vəziyyət yaxşı deyil. Siz Belarusdan nümunə çəkdiniz. Həqiqətən də yəni adam qrup azad edir və hər dəfə nəyinsə müqabilində filan yerə gələcəksən, danışıq aparacaqsan. Yəni bu gizlədilmir də. ABŞ nümayəndələri bunu açıq da deyirlər ki, biz bunu təklif etdik, bunun müqabilində dedik ki, razı oldu ki, bu qədər məhbusu azad edəcək. Azərbaycanla belə bir proses yoxdurmu? Yoxsa nəyə görə? Hələ ki yox. Hələ ki yoxdur. Belarusiya ilə bağlı orada deməli o yataqlarla bağlıdır. Orada Amerika kampaniyalar Belarusda işlər aparacaqlar orada. Yəni bu faktiki olaraq alveridir. Açıqla danışanda bu alveridir. Əvəzinə deməli Lukashenko buraxdı. Faktiki olaraq o Amerikanın biznes, çünki Trump biznesmen daxı, onun biznes maraqları var. O bu mövqedən yanaşaraq təzyiq edir. Daha doğrusu Lukashenko o qədər təzyiq etmək də lazımdır. O da biznesmendir. Üstəlik Amerika tərəfindən əgər təkliflər olunub, faktiki olaraq bu Lukashenko üçün sərfəlidir o mənada ki, o siyasi izolyasiyadan çıxır da. Yəni danışıqlar gedirsə, deməli o daha izolyasiyada qalmır. Yəni həm danışıqlar, həm də nəsə qazanır. O siyasi məhbuslar isə Belarusda çoxdur. Azərbaycandan daha çoxdur. Amma Yəni yenə də İlham Əliyevin belə çıxır ki, izolyasiya dərdi yoxdur. Məsələn, o fikirləşir ki, hələ nə vaxtı olsun, gəldi. Putin Navalnini həbsxanada öldürdü. Nə bilim, yəni bu adam yenə də Putinləşməkdən də qorxmur, eləmi? Yəni açıq birbaşa yoldur da. Yəni sən həbsxanada siyasi doğrudur, bundan əvvəl də siyasi məhbusun həbsxanada həyatını dəyişdiyi olub. Məsələn, Faina soyadını təəssüfi xatırlamıram, bir xanım vardı, aclıq edirdi, o həbsxanada həyatını dəyişdi. Mehman Faina Qunqurova, Mehman Qalandar, bəli, bəli. hə. Yəni bu belədir. Əslində bunların Konkret belələrin sayı çoxdur. Mən deyirəm, yenə də deyirəm ki, biz tanınmış şəxslərdən, tanınmış siyasi məhbuslardan söhbət aparaq. Halbuki Azərbaycanda hər il 10-a yaxın adam öldürülür işgəncələr nəticəsində. 10-a yaxın hər il. Mən Faina Qunqurova yaxud gələnlərdə o tək yox, çoxdur belə hadisələr. Axı biz illər boyu izləyirik, məlumatları alırıq orada. Bəzən intiharlar da olur, hə, belə şeylər, amma çox az. Əsasən bunları vəhşicəsinə döyürlər, faktiki öldürürlər. yəni edam qərarı var da. Bu Edamsız faktiki edam. Güya bilirsiniz, Azərbaycanda edam həbsxanada yoxdur. məhkumlar demək olar ki, bizdə əgər sən tanınmış şəxs deyilsən, onda bütün sən həyatın deməli həbsxana rəisinin əlindədir. Nə istəyir səninlə edə bilər. Adi vətəndaşlardan əgər söhbət gedirsə, biz nə qədər məlumatlar alırıq, yaxud bizə yazırlar qohumlar ki, bəs bizim yaxınımız deyirlər konkret olaraq hansı bir kolonda dayanır, ona qarşı nə edirlər, hansı işgəncələrə o məruz qalır. Yəni belə tipli məlumatlar biz çox alırıq. Sadəcə yenə deyirəm ki, əsasən biz siyasi motivlə bağlı, yəni siyasi məhbuslara fikir veririk, amma əgər Azərbaycanda o həbsxanalarda vəziyyətdən söhbət aparırıqsa, inandırıram sizi, vəziyyət orada həddincə pisdir. Həddincə və oradakı məhkumlar demək olar ki, əgər adi bir vətəndaşlar, onlar həbsxana rəisinin digər misal üçün məmurlar, oradakı məmur yox, həbsçilərin əlindədirlər. Nə istəyirlər, edirlər. Deyirlər, hətta açıq deyirlər ki, hara istəyirsən get yaz, danış, denə, mən heç kimdən qorxmuram, ya da pul istəyirlər. Yəni orada vəziyyət çox pisdir. Nəzarət yoxdur və salam. Bu arada İlham Əliyev özü üçün bir alibi də yaradıb. Əgər bunu belə demək mümkünsə, bu da ondan ibarətdir ki, mən artıq Ermənistana neft satıram.
neft məhsulları satıram, görünməmiş bir şey və bununla da hamı onu təbrik edir və aydındır ki, bir çox məsələlərə göz yummaq məcburiyyətindədir. Bax, zəhmət olmasa bu haqda danışardıq. Hər halda ölkənin içərisində bunun PR-ı aparılmır. Bunun nə dərəcədə böyük hadisə olması, əksinə hər şey köklənib ona ki, Gürcüstan tarifi belə qoyub, Gürcüstan əclaf, nə bilim, 17 biz ona 17 dollardan verirdik, onlar bizə 92 dollardan veriblər, nə qədər kilometr kargo üçün və s. Yəni sanki 15-ci məsələlərə köklənirlər, amma bu məsələnin özü ki, sən Azərbaycanda benzini artıra-artıra gedirsən və deyirsən ki, qənaət edin, burada isə Ermənistana hələ sülh müqaviləsi imzalanmadan, hələ ermənidən düşmən obrazı kimi düzəldirsən və öz tənqidçilərinə qarşı erməni kartından istifadə etdiyin bir halda isə özünü sığortalamaq üçün faktiki olaraq benzin göndərilməsini başlamısan, bunu bərpa etmisən. Zəhmət olmasa bu haqda deyərdiniz. Bu nə dərəcədə vəziyyəti dəyişmiş olur? Bax, xarici qərb üçün, region üçün, Ermənistan üçün. Qərb üçün vəziyyət belədir. Konkret qərb deyəndə qərb axı bölünüb iki qrupa. Var Avropa, özdə Avropada bir deyil. Avropa birə üzv olan ölkələr var orada. Macaristan, Slovakiya, onlar Bolqarıstan, İtaliya. Onların Azərbaycana İlham Əliyev münasibət fərqlidir. Nəinki tutalım ki, Niderlandiya, Almaniya, Fransa ölkələr. Fərq var. Var Amerika. Digər tərəfdən əlbəttə ki, indi geosiyasi faktor böyük rol oynayır. Bəs ona görə bir çox məsələlərə bugün Avropada konkret olaraq, yəni Amerikanın değil mi? Avropada ya fikir vermirlər, ya gözləyirlər. Yəni hesab edirlər ki, bugün bir nömrə məsələ Rusiyadır. Ukraynada gedən döyüşlər, Rusiya faktor və bununla bağlı hesab edirlər ki, Azərbaycan o qədər, yəni ona təzyiqlər o qədər vacib deyil ya da müvəqqəti vacibdir. Düzdür, əlbəttə ki, bu demək ki, hamı Yəni hansısa doğru olanları edir. Yəni yəni enerjini bir qıtlığından ona qurtarır başqa ölkəni. əlbəttə ki, fərq də var. Misal üçün Avropa Parlamenti orada ayrıca yanaşırlar. Mən bilirsiniz, söhbət kimdən aparıram? Avropa Birliyin o bürokratlar kim belə tipli söhbətlər aparır? Kim deyir ki, bax, bugün Azərbaycan, Ukrayna məsələ, yəni Ukrayna ilə bağlı yardım edir Ukraynaya, köməklik edir Ukraynaya. Ermənistanla bağlı faktiki müharibə. Bu da bizim xeyrimizə də imkan yaranır ki, yəni yenə də Rusiya faktoru var ki, imkan yaranır ki, bəs hər iki dövlətə, həm Ermənistana, həm Azərbaycana yardım etmək lazımdır, hər şey etmək lazımdır ki, onlar sülh müqavilənin bağlasına. Onda yenə də hər şey bizə deyəcək ki, Rusiya uzaqlaşsın bu regiondan. Ona görə bir müddət tənqid etmirlər, yaxud tənqid edirlər bəzi şəxslər. Həm Aşpada, həm Avropa Parlamentdə. Bütövlükdə mən görürəm də, biraz münasibət, bu geosiyasi faktor öz rolunu oynayır, ona görə münasibət belədir də. Hələ ki, Azərbaycan o birinci bir, yəni o oyun hələ ki baş lazımı tutur. faktor, hələ ona bizə Azərbaycana o çörək çatmır, belə deyək. Hələ Yəni bizə məndə belə müvəqqəti olaraq bəli. Məndə belə bir təəssürat yaranır ki, yəni hələ ki gözə kül üfürmək baş tutur. Yəni mən özüm güya Rusiyadan uzaqlaşıram, hərçənd ki əslində Azərbaycanı Rusiyalaşdırır, Rusiya Rozqvardiyası, Rusiya kimi öz tənqidçisini həbsxanada öldürmək və s. Amma gözə kül üfürmək ki, mən Rusiyanın, görürsünüzmü, Ermənistana kömək edirəm ki, o Rusiyadan enerji asılılığından yaxa qurtarsın. Yox, bax bu təbliğat Azərbaycan daxilində gedir. Əslində bax burada Avrot və mən deməzdim ki, onlar belə bir səcalıb insanlardır, xəbərləri yoxdur, bilirlər, hər şey bilirlər. Yenə deyim ki, biri var, bilirlər. Amma haçan tutalım ki, biz məsələ qaldırırıq ki, sizin xəbəriniz var ki, Azərbaycanda nə qədər siyasi məhbuslar var, onların vəziyyəti ilə bax hamısı. Deyilə, hər şey gözəl bilirik, xəbərimiz var, amma sizə hələ vaxt gəlmir. Hələ Rusiya var, hələ Ukrayna var.
bizim bütün resurslarımız ora gedir. Yenə də mənzil deyil. Bəli, Yəni bəli, söhbət bundan gedir. Yəni bəli. əgər kimsə bizdə hesab edir ki, mən üzr istəyirəm ki, burada uzaq sahələrdən desin mənə zəng edirlər. Uzaq sahələr. Bəli. Ay Sevinç xanım deyirsən mən heç bilmirəm onu necə bax. Dayan. Aha. Hə, yəni hər şeydən xəbərləri var və bilirlər. Hı -hı. Hesab etməyin ki, tutam ki, Ursula von der Leyen yoxsa digər onların xəbəri var, hər şeydən xəbərləri var, məlumatları var. Sadəcə olaraq həmişə bax bir cavabını biz eşidirik ki, sizə hələ vaxt gəlməyib. Biraz dözün. Lazım gələndə yenə də bizim cəmiyyətimiz çox lazım sözü yadınızdadır. Vaxt var Bəli. İlham Əliyev lazım. İndi Avropalılar deyirlər ki, lazım gələndə, hazır vaxt olanda hər şey olacaq. Yəni burada o hakimiyyətin İlham Əliyev təbliğatı burada keçmir. Sadəcə olaraq vaxt gəlməyib hələ bizə.